Güclü propagandaya baxmayaraq 10 minlərlə yarı Yəhudi nasistlərin dövründə sakit yaşayırdı. Həm də təkcə yaşamırdı, özlərinə karyera qururdular. Yüzlərlə Yəhudi dəmirxas alıb. Yəhudi əsilli ən az 20 hərbi qulluqçu 3-cü Reyxin ən yüksək hərbi mükafatı Cəngavər xası ilə təltif edilib. Ancaq 3-cü Reyxin rəhbərliyində çalışmış 4 yüksək rütbəli Yəhudi barədə ayrıca bəhs etmək olar. Walter Hollander, polkovnik Hollander'in anası Yəhudi idi. O parlaq zabit olduğundan şəxsən Hitlerin imzası ilə onun Ari mənşəli olduğunu təsdiq edən sənəd verilmişdi. Hollander müharibə illərində hər iki dərəcəli dəmir xas, qızıl alman xası və Cəngavər xasını alıb. O Reyxin ən yüksək hərbi mükafatını 1943-cü ilin iyulunda Kursk qövsünü də qazanıb. Onun general olmaq üçün bütün maddələri var idi. Lakin yüksəlişinə imkan verilmir. Hollander çox müstəqil və az idarə olunan idi. Həm də Varşavadakı Yəhudi gettosuna səfəri onda çox ağır təsiratlar yaratmışdı. 1944-cü ilin oktyabrında polkovnik Hollander əsir düşür və 12 il Stalin düşərgəsində saxlanılır. Azadlığa çıxandan sonra 70 yaşında vəfat edənə qədər Almaniya Federativ Respublikasında yaşayır. Polkovnik Bloch isə əksinə, atası Yəhudi idi. Anası isə Alman idi. Bloch 1-ci Dünya müharibəsinin iştirakçısı olub və burada ağır yaralanıb. 1935-ci ildə Abwehrdə xidmət edib. Əsasən iqtisadi casusluğun təşkili ilə məşğul olub. Bloch Hollander kimi Führerin imzası ilə eyni etibarnaməyə malik olmaqla Rebeni, onu müşahidə edən Almanların hücumundan müdafiə edib. 1940-cı ildə Hitler onunla eyni familiyanı daşıyan Yəhudi Edward Blocha ABŞ-a müraciət etməyə kömək edib. Ernst Bloch'un karyerası 1944-cü ildə Hitlerə sui-qəsd cəhdindən sonra təmizləmələr olanda yamanca düşdü. Onun sui-qəsdə heç bir əlaqəsi yox idi. Sadəcə olaraq rəisləri ilə biraz mübahisəsi var idi. Buna görə də Bloch Abwehrdən qovulmuşdu. O 1945-ci ildə Qırmızı Ordunun Berlinə hücumu zamanı həlak olub. Reinhard Heydrich 1939-1942-ci illərdə Alman kəşfiyyatında işləyib. Tarixdə ən gənc kəşfiyyatçılardan biri olub. Onun ata tərəfdən babası Yəhudi idi. Yəhudi məsələsinin yekun həllini müzakirə etmək üçün çağırılan Wannsee konferansında Heydrich deyir, Yəhudinin nəvələrinə Alman kimi baxmaq lazımdır. Onlar repressiyaya məruz qalmamalıdırlar. O 27 may 1942-ci ildə Britaniya xüsusi xidmət orqanları tərəfindən hazırlanmış iki keçmiş Çex hərbisinin sui-qəsd cəhdi nəticəsində həlak olub. Erhard Milch, 3-cü Reyxin ən məşhur və ən yüksək rütbəli Yəhudisi aviasiya marşalı Erhard Milchdir. Onun atası Yəhudi idi. 1-ci Dünya müharibəsi zamanı Milch gənc German Geringlə birlikdə xidmət edib. 1929-cu ildə Almaniyanın milli aviadaşıyıcısı Lufthansa'nın baş direktoru olub. Müharibədən sonra Milch 9 il həbsxanada oturur. Sonra isə Fiat və Tessen konsernlərində çalışır. O 80 il ömür sürür.